Qaradağ rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılovun həbsdə olan muavini Nadir Muradovu həbsdən azad edə bilməməsi onların şəxsində ciddi problemlərə yol açır. İcra başçısı Lənkəran rayonunda Muradovlara adına sənədləşdirdiyi obyektləri itirmək məcburiyyətində qalır. Lənkərana rəhbərlik etdiyi dövrdə hazırda həbsdə olan muavini Nadir Muradovun qohumlarının adına sənədləşdirdiyi obyektləri əldə edə bilməyən Qaradağ icra başçısı yaxın qohumu Fövqəladə Hallar Naziri Kemaləddin Heydarovun qəzəbinə tuş gəlir. Fövqəladə Hallar Naziri bir zamanlar Mikayılov tərəfindən əldə etdiyi mükafatları, yəni obyektləri indi itirmək məcburiyyətində qalır. Həbsdə olan muavinin ismarıcı: "Əgər həbsdən çıxmasam, obyektlərdən əlini üz deyən Nadir Muradovun tələbi Kemaləddin Heydarovu da çətin duruma salıb." Həmin milyonluq obyektlər hesabına Lənkəran rayon icra başçısı Talih Qardaşovun oğlunu daim mükafatlandıran Fövqəladə Hallar Nazirliyi rəhbəri çıxılmaz vəziyyətdədir. Reallıq TV-nin əldə etdiyi məlumatlarda qeyd olunur ki, qohumlar arasında yaranmış mübahisə Qaradağ icra başçısı Süleyman Mikayılovun 20 milyon manatı itirməsinə səbəb olub. Lakin problemlər bununla bitmir. Kemaləddin Heydarovun şəxsi tələbləri qarşısında aciz qalan icra başçısı artıq ictimai yerlərdə narazılığını aşkar şəkildə ifadə edir. O, Fövqəladə Hallar Nazirinin ondan böyük tələblərdə bulunduğunu və onu müdafiə etməkdə aciz olduğunu bildirməklə özünü qorumağa çalışır. Məlumdur ki, illərlə Kemaləddin Heydarovun himayəsində rəhbəri olduğu rayonların əhalisinin kabusuna çevrilən Süleyman Mikayılov xilas olunmaq üçün bütün vasitələrə əl atır. Etdiyi saxtakarlıqlara Bakı şəhər icra hakimiyyəti başçısı Eldar Əzizovu şərik etmək üçün hər işi Eldar Əzizovun tapşırığı ilə etmişəm deyən Mikayılovu qınayanlar da az deyil. Bu barədə növbəti materialda Qaradağ ərazisində Bələkbatan qəsəbəsində torpaqları qanunsuz və sənədləri saxtalaşdıraraq satan icra başçısından şikayətlər səngimir. Kemaləddin Heydarova da çoxlu torpaqları pay edən Süleyman müəllim saxta sərəncamlarla da gündəmə gəlir. Qaradağ rayon Ümid qəsəbəsindən redaksiyamıza daxil olan məlumatlar icra başçısının növbəti cinayət əməllərindən bəhs edir. Bakının Qaradağ rayonu Ümid qəsəbəsində yaşayan Jalə Abbasova və onun həyat yoldaşı icra başçısı Süleyman Mikayılovun və qəsəbənin icra nümayəndəsi Hüseyin Babayevin onlara saxta sənəd verdiyini iddia edirlər. Reallıq TV-yə müraciət edən şikayətçilər bildirib ki, icra nümayəndəsindən 2015-ci ildə aldıqları 6 sot torpaq sahəsində ev tikiblər. Onların sözlərinə görə sonradan torpağın sənədinin saxta olduğu üzə çıxıb və bu səbəbdən evi sata bilmirlər. Vətəndaşlar müraciətində qeyd edirlər. İcra nümayəndəsi Hüseyin Babayev bizə torpağın İlqar Ömərov adlı şəxsin adını olduğunu və 11 may 2000-ci il tarixli 428 sayılı tikinti üçün sərəncam alındığını bildirdi. Biz hissə olmaqla Hüseyin Babayevə 10 min manat pul verdik. O da 6 sot torpağın həyat yoldaşımın adına 80 illik müqavilə ilə keçməsinə dair sənəd və sərəncam təqdim etdi. Şikayətçi bildirib ki, bundan sonra həmin torpaq sahəsində 2 ev tikdiriblər. Ev tikiləndən sonra torpaq sahəsində tikintiyə icazə verən sərəncamın saxta olduğunu öyrəniblər. Səhhətimdə yaranan problemlə bağlı xaricdə müalicə olunmağım üçün təcili pula ehtiyacım yarandı və bu məqsədlə evlərdən birini 60 min manata satmaq qərarına gəldik. Evi almağa razılaşan Müseyib Məmmədov adlı vətəndaş daha sonra sənədlərlə bağlı maraqlanmaq üçün Ümid qəsəbə icra nümayəndəliyinə gedir və orada Hüseyin Babayevlə görüşüb. Hüseyin Babayev orada alıcıya deyib ki, torpaq sahəsində tikintiyə dair 2000-ci ildə verilmiş sərəncam əslində saxtadır və hansısa sənədin sürətindən götürülüb. O həmin sərəncamın arxivdə kökünün olmadığını deyərək evi almamağı məsləhət görüb. Düşünürəm ki, Hüseyin Babayevin öz satdığı torpaqla bağlı belə bir addım atması məntiqə uyğun deyil. Bu yolla o, vaxtilə bizi aldadaraq təqdim etdiyi saxta sənədlərin başqalarının əlinə düşməməsinə və işin böyüməməsinə çalışır. Vətəndaş Jalə Abbasova iddia edib ki, icra nümayəndəsi Ümid qəsəbəsində torpaq və əmlak satışına nəzarət edir və onların evini almaq istəyən şəxsə başqa sənədli və kupçalı ev təklif edir. Biz bu məsələ ilə bağlı aidiyyəti qurumlara, eləcə də prokurorluğa müraciət etmişik. Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsində bununla bağlı araşdırma başladılıb və aidiyyəti sorğular verilir. Ümid edirəm ki, məsələyə obyektiv baxılacaq və hüquqi qiymət veriləcək. Bundan başqa, 2018-ci ildə mənim adımı xəbərim olmadan məşğulluqda fəhlə kimi də yazdıraraq pul alır. Biz banka kredit üçün müraciət edəndə mənim iş yerimin olduğunu dedilər və öyrəndik ki, Hüseyin Babayev sənədlərimi məndən xəbərsiz məşğulluğa verərək belə bir hərəkət edir. Həmin vaxt
Biz dərhal iş məsələsinə xitam verdirdik. Əldə etdiyimiz məlumata görə Hüseyn Babayevin əməlləri ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırmalara başlanılıb və müvafiq ekspertizalar təyin edilib. Xatırladaq ki, vətəndaş Şalə Abbasova Qaradağ rayonu icra başçısı Süleyman Mikailova məsələ ilə bağlı müraciətlər edib. Cinayətə şərik olan icra başçısı saxta sənədləşmə işində öz nümayəndəsini müdafiə edərək faktları təkzib edib. Süleyman Mikailovun yüzlərlə bu kimi cinayət tərkibli əməlləri barədə Reallıq TV-yə daxil olan məlumatlar araşdırılır. Qısa zamanda bu barədə geniş məlumat verəcəyik.